Əlinizi süd vəzinin altına qoyursunuz. Bu formada süd vəzi üzərində xəyali X xətti çəkirsiniz. Əziz xanımlar, bugün mən sizə süd vəzlərinizi özünüz necə müayinə etməlisiniz, o barədə danışacağım. Bunun önəmi nədən ibarətdir? Özünüz süd vəzini müayinə etməklə süd vəzinizdə ola biləcək hər hansı bir törəməni ilk öncə özünüz aşkarlaya bilərsiniz. Necə başlayırsınız? Əlinizi süd vəzinin altına qoyursunuz. Bu formada süd vəzi üzərində xəyali X xətti çəkirsiniz və əlinizin iç tərəfdə iki barmaqla belə müayinə etməklə məməni qaldırmaqla etməkdəsiz. Əlinizə gələ biləcək hər hansı bir noxud fonunda, noxud boyda və yaxud da bundan kiçik və yaxud da böyük ölçüdə törəmə görə bilərsiniz. Eyni zamanda dediyim kimi xəyali xəttin həm yuxarı tərəfin, həm aşağı, həm də iç tərəfini əllə yoxlada bilərsiniz. Bunu güzgü qabağında eləyə bilərsiniz, bunu çiməndə eləyə bilərsiniz. Əgər hər hansı bir törəmə aşkarlamadısa, o zaman ikinci mərhələyə keçirsiniz. Koltuq altını yoxlamaq üçün əlinizi başınızın arxasına aparırsınız. Biraz gərgin durub qolunun altına yenə də iki barmağın iç tərəfi ilə yoxlamaqla limfa düyünlərinin böyük və kiçik olduğunu, böyüdüyünü hiss edə bilərsiniz. Əgər əlinizə hər hansı bir törəmə gələrsə, o zaman durmadan ya ultrasəs müayinəsi etdirin, ya da mamoloqu, yəni mamoloq-onkoloqa müraciət etməniz məsləhətdir. Yox, əgər bunları etməzsinizsə, o zaman əlinizə gələn törəmə bir müddətdən sonra böyüyəcəkdir və sizin sağlamlığınıza problem yarada bilər. Eyni zamanda həkimin özünün müalicə tədqiqat seçməsində problem yarada bilər. Yəni daha çox çətin durma sala bilər.